Bu günlərdə hər kəs bayram süfrəsi təlaşındadır. Ən çox hazırlanan təamlar isə təbii ki, milli mətbəximizdən olacaq. Bəs maraqlıdır, xanımlarımız hansı yeməkləri hazırlayacaqlar? Bayram süfrəsinə hansı təamlar hazırlayacaqsınız? Nə planlamısınız? Yeməkləri şahı olan plovumuzu hazırlayacağım. Sonra salatlardır, nə bilim, stasiyadır, mimozadır, bu salatlardan hazırlayacağıq. Yarpaq dolmasıdır, şirniyyatlardır. Yeni il süfrəsi üçün elə həmişəki kimi öz milli yeməklərimizi. Plov olur, dolmadır, mən nəvələrim, uşaqlarım xoşlayırlar, tez-tez gəlirlər, hazırlayıram, dəvət edirəm onları, gəlirlər. Adətən milli yeməklərimiz hazırlanır. Şah plov, vazkeçilməzimiz, yarpaq dolması, ən əsas bunlardır. Ailəmin də, uşaqların da sevdiyi yeməklər bunlardır. Bir də ki, kabab, lülə, tikə. Peşəkarlar isə deyirlər ki, bayram süfrələrində ənənəvi milli mətbəx nümunələri ilə yanaşı yüngül mövsümi salatlara da üstünlük verilir. Halbuki süfrəyə bəzək verən qida növlərinin çox olması deyil, onların bayrama uyğun bəzədilməsi və servis edilməsidir. Bayram süfrəsində olsa hər şey bol olmalı. Bizim mətbəxə çatan mətbəx yoxdur. Plovlar, dolmalar, adicə, kabablar, bizim 120-dən çox plovumuz var. Ləvənginin indi, belə deyim də, müasir qaydası balıq ləvənginin sümüklərini çıxardıb, onu sümüksüz halda etmək daha uşaqlar üçün məqsədə uyğundur. Bayramları bayram edənsə, ailə və doğmalarla süfrə ətrafına toplaşmaqdır. Süfrənizin daima açıq, evinizin isə bol ruzili olması diləyi ilə Nigar Babayeva, Vahab İmanzadə, Telesər.